Koç bürcü. Bugün Koç bürcünün fəaliyyətini və qətiyyətini azaldır. Onları daha emosional və daha yumşaq edir. Onların xarici həyatı daha kasıblaşa bilər, daxili həyatı isə zənginləşə bilər ki, bunu bəzən zəiflik kimi qəbul edə bilərlər. Onların gizli hissləri, fantaziyaları və gizli istəkləri daha tez-tez üzə çıxmağa başlayacaq. Batareyalarını doldurmaq üçün musiqi fasiləsinə və ya təxəyyül oyununa, təkliyə və ya yuxuya ehtiyacları arta bilər. Bugün Qoç bürcü, əks cinsin üzvləri ilə qarşılıqlı əlaqələrini müşayiət edən incə duyğu nüanslarına daha həssas olacaq. Hal-hazırda aşiq olmasalar və sevgiyə ehtiyac duymadıqlarına inansalar belə, daha qeyri-ciddi və ziddiyyətli lirik düşüncələr və əhval-ruhiyyələr yaşamağa başlayacaqlar. Bugün Qoç bürcünün iş fəaliyyəti üçün qeyri-müəyyən ola bilər. Bir tərəfdən yüksək məhsuldar ola və böyük həmzində iş görə bilərsiniz. Məhsulların təşviqi və satış bazarlarının genişləndirilməsi xüsusilə uğurlu olacaq. Lakin bu, həmkarlarla münasibətlərin möhkəmləndirilməsi üçün ən yaxşı gün deyil. Növbəli işçilər çətinliklərlə üzləşə bilərlər. Boğa bürcü. Bugün Boğa bürcünün həssaslığını artıracaq, onları daha həssas oxucu və ya dərin düşüncəli söhbətçi edəcək. Yaradıcı tiplər daha çox öz intuisiyalarını, yaddaşlarını və ya təxəyyüllərini dinləyə və ya kollektiv şuur altından ideya və obrazlar çəkə biləcəklər. Gizli düşüncələrini ifadə etmək və ya ruhlarını boşaltmaq üçün intim ünsiyyətə ehtiyacları arta bilər. Bugün Boğa bürcü emosional cəhətdən zəngin ünsiyyət axtarır. Əgər aşiqdirlərsə, romantik hisslər və fantaziyalar onların natiqlik qabiliyyətini artıracaq. Və əgər yoxsa, xoş bir söhbət əsnasında həm söhbətinə aşiq ola bilərlər. Əgər rəy və empatiya alsalar. Ulduzlar Boğa bürcünə hər kəsin diqqətini cəlb etməyə çalışmaqdan çəkinməyi və bunun əvəzinə tənhalığa vaxt ayırmağı məsləhət görür. Sakit, məqsədyönlü fəaliyyət müsbət nəticələr əldə etmək üçün yaxşı şansa malikdir. Dəniz məhsulları istehsalı və emalı ilə məşğul olanlar, yaxud otel və restoranlarda işləyənlər yaxşı nəticələr əldə edəcəklər. Təkrar satış əməliyyatlarından, məsələn, ikinci əl mallar və valyuta mübadiləsindən çəkinin. Əkizlər bürcü. Bugün əkizlərin planları təsadüfi görünə bilər. Zövqləri və əhval-ruhiyyələri dəyişkəndir. Amma bu belə deyil. Bir çox əkizlərin ictimailəşdirmək istəmədikləri bir məqsədi var. Məsələn, konkret maddi, məlumat verici və ya psixoloji ehtiyaclar. Onlar kiminlənsə şəxsi söhbət etmək, həssas ailə və ya maliyyə məsələsini müzakirə etmək və ya gizli hisslərə və ya cazibələrə işarə etmək istəyə bilərlər. Bugün əkizlər eşqbaz, ünsiyyətçil və həssasdırlar. Lakin həddindən artıq açıq deyillər. Bir çox əkizlər haqlı olaraq hisslərini açıqlamağın hələ tez olduğunu qərara alacaqlar. Onlar ictimai yerlərdə görüşməkdən imtina edə, sevgililəri ilə gizli bir kanal və ya sakit bir yer axtara bilərlər. Ulduzlar əkizlərə istedadlarını əməkdaşlıq fəaliyyətləri vasitəsilə kəşf etməyi məsləhət görür. Səhmdarların iclaslarında iştirak etməkdə və eyni düşüncəli insanlarla mövcud biznesin inkişafı məsələlərini müzakirə etməkdə uğur qazanacaqsınız. Mütərəqqi baxışlarınız və gələcəyə baxış qabiliyyətiniz həmkarlarınızla münasibətlərinizi yaxşılaşdıracaq. Lakin bu, icarə müqaviləsini rəsmiləşdirmək və imzalamaq üçün ən yaxşı gün deyil. Xərçəng bürcü. Bugün xərçənglər üçün vəziyyət daha əlverişli şəkildə inkişaf etməyə başlayacaq. Onlar hadisələrin gedişatına və öz intuisiyalarına daha çox etibar edə, daha çox şəxsi ideallarına və dəyərlərinə, istedadlarına və qabiliyyətlərinə güvənə bilərlər. Xəbərlər və gözlənilməz dəyişikliklər onların xeyrinə həll olunacaq və ya gözlənilməz yeni şəraitə uyğunlaşmaq üçün vaxtları olacaq.
beynəlxalq əlaqələrin bərpası üçün əlverişli şərait yaranacaq. Bu gün xərçənglərin təbii emosionallığı və ya idealizmi canlanacaq. Həmçinin onlar daha çox şansa sahib olacaqlar. Əgər onlar sevdikləri birinə hisslərini ifadə etmək və ya sual vermək üçün ilham gözləyirdilərsə, bugün çox güman ki, təsir edəcək və emosiyalar və obrazlar düzgün sözlərlə ifadə olunmağa başlayacaq. Xərçənglər karyera yüksəlişi və peşəkar inkişaf üçün əla vaxt keçirirlər. Strateji məqsədlərinizdən birinə bir addım daha yaxınlaşmaq imkanı əldə edə bilərsiniz. Menecerlər tabeliyində olanların etibarlılığına və çalışqanlığına etibar edə bilərlər. Təşkilati qərarlar və kadr dəyişiklikləri mümkündür. İş saatları ərzində kənar söhbətlərdən, yayınmalardan çəkinin. Şir bürcü. Şirlər bugünün artan emosionallığının və həssaslığının fərqində olmalıdırlar ki, bu da onların gələcək üçün üfüqlərini qaralda bilər. Hisslərin, xatirələrin və ya bağlılıqların təsiri altında obyektivlik və proqnozların dəqiqliyi pozula bilər və səhv dost seçimi mümkündür. Lakin cari işlərdə həssaslıq, asanlıqla gizlilik, ehtiyatlılıq və ya anlayış şəklində üstünlüklərə çevrilə bilər. Bugün aşiq olan şirlər həmişə qüsursuz psixoloqlar və görücülər deyillər. Keçmişin tanış emosional nüanslarını dəqiq başa düşsələr də, mümkün gələcəyə gəldikdə səhv hesablamalar aparmaq riski daşıyırlar. Əvvəllər şəxsi həyatlarında dram və məyusluq yaşamış şirlər hər şeyi çox tutqu şəkildə şərh edə bilərlər. Ulduzlar şir bürclərinə bugün biznes inkişaf perspektivlərini nəzərdən keçirməyi məsləhət görür. Məhsul və mallar üçün yeni bazarların, eləcə də daha gəlirli və etibarlı təchizatçıların axtarışı uğurlu olacaq. Traderlər daha gəlirli logistika marşrutları kəşf edə biləcəklər. Uzaq məsafəli səyahət yeni imkanlar yarada bilər. Lakin təkrar satış əməliyyatları, məsələn, işlənmiş mallar tövsiyə edilmir. Qız bürcü. Bugün qız bürcünün üzvləri ətraflarının psixoloji əsaslarını anlamaqdan və gözlənilməz vəziyyətlərdə etibar edə biləcəkləri insanları tanımaqdan faydalanacaqlar. Yeni vacib əlaqələr qurarkən, təsadüfi tanışlara etibar etməyə, onları dost siyahınıza əlavə etməyə və ya vacib məsələlərdə onlardan məsləhət istəməyə tələsməmək yaxşıdır. Uzun müddətdir dostunuz, həmyərliniz və ya qohumunuzla əlaqəni qiymətləndirməyə dəyər. Ulduzlar qız bürcündən olan ulduzlar bugün yeni hisslərin selində itib batmamaq üçün keçmişlə əlaqədən faydalana biləcəklərini bildirirlər. Tanış ünsiyyət üsulu və ya sınaqdan keçirilmiş söhbət mövzusu özünə inam qata bilər. Bəlkə də qohumunuzun və ya köhnə dostunuzun müdrik məsləhətləri ürək məsələlərində faydalı olacaq. Qız bürcündən olanlar bugün əmlak təhlükəsizliyinə çox vaxt ayırmalı ola bilərlər. Təmir işləri tövsiyə edilmir. Şirkətinizin təhlükəsizliyini gücləndirməyi və onun vəziyyətini izləməyi düşünün. Əmlak sığortası müqaviləsi imzalamağı düşünə bilərsiniz. Bu, böyük alış-verişlərlə bağlı maliyyə qərarları vermək üçün əlverişli zamandır. Tərəzi bürcü. Bugün tərəzi bürcünün nümayəndələri psixoloji, maliyyə və ya digər incə nüansları nəzərə almalı olacaqlar. Daha çox hörmət və ya empatiya göstərərək öz və ya başqasının əhval-ruhiyyəsini nəzərə almalı ola bilərlər. Maliyyə və ya tibbi məsələlərlə bağlı incə bir söhbət yarana bilər. Sağlamlıqları ilə bağlı mövqelərinin müvəqqəti zəifləməsi mümkündür. Tərəzi, ulduzlar sizə bugün biraz daha az enerjiniz, daha az fəaliyyət imkanınız və cazibədarlığınızı nümayiş etdirmək üçün daha az fürsətiniz ola biləcəyini söyləyirlər. Möhtəşəm bir bayram görüşü planlaşdırmaq və ya sevdiyiniz insanın qarşısına ən qarşısı alınmaz vaxtda çıxmaq istəyirsinizsə, təxirə salmağa dəyər. Bütün günün uğuru əsasən tərəzi bürcünün məlumat idarə etməsini nə dərəcədə yaxşı idarə etməsindən asılıdır. Bu xüsusilə menecerlər, treyderlər, məsləhətçilər, sürücülər, sosial işçilər və jurnalistlər üçün doğrudur. Bütün şübhəli məlumat mənbələrini kəsməyə çalışın.
işgüzar tərəfdaşlıqlar da uğurla inkişaf edə bilər. Əqrəb bürcü. Bugün ulduzlar Əqrəb bürclərinə hüquqi, informasiya və ya mənəvi dəstək ilə birləşdirilə bilən psixoloji dəstək vəd edir. Emosional və mənəvi səviyyədə cavab sayəsində məmnunedici dialoq üçün daha böyük ümid var. Məsləhətləşmə və ya işgüzar danışıqların uğurla aparılması, eləcə də sevilən bir insan, uşaq və ya həyat yoldaşı ilə ortaq məxrəc tapmaq şansları artır. Bugün əqrəblər sevdikləri insanla təsadüfi söhbətlər etmək əvəzinə etibarlı və hörmətli bir dialoq qurmağa ümid edirlər. Bəlkə də bu, bir-birlərini daha yaxşı tanımaq üçün gözlədikləri bir şansdır. İntuisiyaları buna necə nail olmağı dəqiq şəkildə onlara istiqamət verəcək. Əqrəblər bugün qrup fəaliyyətlərindən çəkinsələr, gün ümumiyyətlə uğurlu olacaq. Təcili məsələlərin müzakirə oluna biləcəyi görüşlərdə, konfranslarda və ya planlaşdırma sessiyalarında iştirak etmək tövsiyə edilmir. Fikriniz nəzərə alınmaya bilər. Yeni texnologiyalardan istifadə etməkdən çəkinin. Mühafizəkar yanaşma daha təsirli olacaq. Oxatan bürcü. Oxatanlar bugün onları daha həssas edə biləcək bir şeyin olduğunu bilməlidirlər. Bu duyğuların səbəbi romantik təcrübələr və ya daxili mənəvi həyatlarındakı hadisələr ola bilər, eyni zamanda gündəlik ehtiyaclar, ailə hadisələri, maliyyə məsələləri, mənzil vəziyyəti və ya sağlamlıq problemləri ilə də əlaqəli ola bilər. Şəxsi söhbətə və ya etibarlı köməkçiyə ehtiyac ola bilər. Bugün oxatanlar bir vəziyyətin bir çox detalını emosional olaraq qavramağa meyillidirlər və aşiq olmaq bu meyli daha da gücləndirə bilər. Qurulmuş münasibətlərdə psixoloji və mənəvi harmoniyaya ehtiyac artacaq. Son zamanlar baş verən bir romantik münasibətdə bir-birinizi daha yaxşı tanımaq istəyi yarana bilər. Oxatan bürcündən olanlar karyera çətinlikləri ilə üzləşə bilərlər. Bu, xüsusilə də rəhbərləri ilə birbaşa təmasda olan və müvəqqəti olaraq belə onların diqqətindən yayınmayan insanlar üçün doğrudur. Özünüzü daha çox tənqid edə bilərsiniz. İş axışınızı poza biləcək töhmət və ya ədalətsiz şərh almaq mümkündür. Oğlaq bürcü. Bugün oğlaqlar öz və ya başqalarının emosiyalarını ağıllı şəkildə idarə etsələr, müəyyən sahədə uğur qazana biləcəklər. Məsələn, emosional və mənəvi harmoniyaya əsaslanan etibarlı, məhsuldar bir söhbət perspektivi yarana bilər. Bugün musiqiliyi, həssaslığı və intuisiyanı artıra, yaradıcı düşüncəni inkişaf etdirə bilər. Yeni səylərdən və enerji tələb edən işlərdən fasilə vermək yaxşı bir fikir ola bilər. Bugün oğlaqlar biraz nostalji hiss edə və sevdikləri biri ilə isti, səmimi söhbət arzulaya bilərlər. Əgər partnyor belə bir söhbət təklif edərsə, ulduzlar razılaşmağı məsləhət görürlər. Qarşılıqlı əlaqənin emosional məmnunluq və suala cavab verməsi ehtimalı yüksəkdir. Ulduzlar oğlaq bürclərinə işlərini sakit və təvazökarlıqla yerinə yetirməyi və heç kimə heç nə sübut etməkdən çəkinməyi məsləhət görür. İş təlimatlarına ciddi şəkildə riayət etmək vacibdir. Əks halda rəhbərliklə münaqişə riski var. Həmçinin hər hansı bir sənədi 2 qat yoxlamaqda tənbəllik etməyin. Auditlər və ya sınaq alışları mümkündür. Daşınmaz əmlak, otel və restoranlardakı bizneslər uğurlu olacaq. Dolça bürcü. Bugün Dolça bürcünün özlərinə və ya ətrafındakılara daha çox emosiya gətirə bilər. Müəyyən emosiyaların təsiri altında söhbət və mübahisələr üçün mövzular yarana, işlər seçilə və alış-verişlər edilə bilər. Keçmişin xatirələri canlana və sentimental düşüncələr ortaya çıxa bilər. Hisslərin və rəğbətin incəliklərini, yaxud öz və başqalarının istəklərinin təbiətini ayır etmək həmişə asan olmayacaq. Dolça bürcündən olan ulduzlar xəbərdarlıq edir ki, bugün emosiyalar və ani hisslər çox şey müəyyən edəcək. Şəxsi həyatınızda vacib qərarlar verməkdən çəkinin. Çünki təsadüfi əhval-ruhiyyənin təsiri altında səhv ola bilərlər.
İrəliyə baxmaq əvəzinə burada və indi xoş anlardan zövq almaq daha yaxşıdır. Dolça bürcləri fəaliyyətlərini bugün və ya uzun müddətli perspektiv üçün planlaşdırmağa vaxt ayırmaya bilərlər. Səhərdən etibarən günün planlaşdırdığınızdan tamamilə fərqli şəkildə inkişaf etdiyini hiss edə bilərsiniz. Xarici şərait müəyyən edilmiş iş ritminizi poza bilər və sizi planlarınızda dərhal düzəlişlər etməyə məcbur edə bilər. Lakin gün səyahət və ticarət üçün əlverişli olacaq. Balıqlar bürcü. Bugün balıqlar öz hisslərinə və ehtiyaclarına üstünlük verirlər. Məlumat almaqla yanaşı, intuisiyalarından istifadə edə və hisslərinə inamla etibar edə bilərlər. Bir çox balıqlar anlayışlı söhbətçi olacaqlar. Bu bürcün nümayəndələri üçün uğur ehtimalı da artır. Onların intuisiya baxımından doğru zamanda, doğru yerdə olmaq, xoş xəbərlər almaq və ya faydalı məsləhətlər almaq şansları artır. Bugün balıqlar üçün ürəklərini dinləmək vacibdir. Tərəfdaşlarının sözləri və onlar haqqında xəbərlər də daxil olmaqla, daxil olan məlumatlar onlar üçün ikinci dərəcəli rol oynayır. Bugün onlara əsl dəyərlərini, vərdişlərini və ehtiyaclarını xatırlamağa və öz hisslərini və düşüncələrini aşılanmış və ya tətbiq edilmiş hisslərdən dəqiq ayırmağa kömək edir. Balıqlar, bugün məhsuldarlığınız və dözümlülüyünüz arta bilər ki, bu da sizə xeyli iş görməyə imkan verəcək. Bu xüsusilə fiziki işlə məşğul olanlar üçün doğrudur. Peşəkar bacarıq və istedadlarınızı nümayiş etdirmək və reallaşdırmaq üçün yaxşı gündür. Gəldiniz arta bilər. Uzun müddətli iş təmin edəcək gəlirli bir müqavilə ala bilərsiniz.